Yəni bir nəfər qeyrətli, şücaətli, elmli, savadlı, ali təhsilli, pan-türk, ateist gəlsin bu suala cavab versin. Başa düşmək lazımdır ki, biz inkişaf etmişik. O həddə ki, Avropa bizə paxıllıq edir. Belə bir halda barmaq izi ilə qarşı tərəfin kimliyini müəyyən etmək olur. Bu xanım niyə hicabını açmalıdır? Səbəb nədir? Sizin hədəfiniz nədir? Sizin məqsədiniz nədir? Ən üstün qanun Allahın qanunudur. Allahın qanunu qəbul eləmişsiniz, başa düşdük. Dünyəvi beynəlxalq qanunlar var. Öz yazdığınız konstitusiyada da bu qanun yoxdur. Amma siz özbaşınalıq edirsiniz. Niyə özbaşınalıq edirsiniz? Çünki Allahla düşmənçilik edirsiniz. Allahla mübarizəyə qalxmısınız. Quran-ı Kərimə and içməklə deyil, əlimi Quran-ı Şərifə, Quran-ı Kərimə basıram, and içirəm, filan bəsməkan. İnsan öz əməlində göstərməlidir. O qədər görmüşük ki, həyatımızda, ətrafımızda yalandan and içənlər var. Allahın adını ucuz tutanlar var. Quran-ı Kərimə and içməklə deyil, Quranın hökmlərinə əməl etmək lazımdır. İranlı bir xanım Azərbaycana gələndə Avropadan, Rusiyadan hicablı gəlirsə, onun hicabını açmırsınız ki, və yaxud demirsiniz ki, sən hicabını açmalısan. Çünki bizim ölkəmizin qanunu budur ki, dırnaqarası qanun, heç qanunda da yoxdur. Hicabını açmalısan, səni görməliyəm. Amma siz Azərbaycan xanımlarına hörmətsizlik edirsiniz hicablı xanımlarına, amma Avropadan, İrandan başqa xanımlar gəlir, onları hörmətsizlik eləmirsiniz. Elə hicabla ölkəyə daxil edirsiniz. Pasportda şəkili hicablandır. Demirsiniz hicabı aç. Demirsiniz mənim ölkəmin qanunu budur. Niyə? Səbəb nədir?